Herkese salam. Kanalıma ve videoma hoş gelmişsiniz. Bugün sizlerle yeni videoya başlayırıq. 9 gündür video atmıram və buna görə baxışların düşməsinin səbəbini bilirəm. Yəni bir kanala 9 gündür video atmamaq məsuliyyətsizlikdir, amma artıq sıx-sıx videolar atacağım. Videomu keçməmişdən əvvəl kanalıma abunə olub like atmayı unutmayın. İndi gəlin keçək dərsimizə. Ədədlərin müqayisəsi sıralama 100'ə qədər. Hazırıq mı? Kim ən çox balıq qulağı toplayıb? Gəlin sayaq. 3 dənə uşağımız var qabağımızda. Deməli, buradan ən çoxunu kim toplayıb deyə soruşur bizdən. Təbii ki də 3-cü uşaq. Yəni bunu oturub bir saymağa ehtiyac yoxdur. Bax, görünüşündən bilinir ki, hansı uşağın hansı balıq qulağı daha çoxdur. Kim ən az balıq qulağı toplayıb? Ortancı uşaq. Bunu necə müəyyən etmək olar? Təbii ki də baxmaqla. Yaxud məsələn 2, baxın, bunun vurması belədir. Baxın, deməli göstərim sizə. Və bu çox asandır. Burada 2 sıralama var. Görürsünüz 2 dənədir. Burası 2'dir. Baxın 1, 2, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Hər sırada 10 və 2 dənə var. 2 vur 10 neçə eləyir? Cavab 20 eləyir də, yəni. Hər sırada 20 balıq qulağı var. Hər sırada 20 balıq qulağı var. Yəni baxın, bu 3 sırada 20 balıq qulağı var. 3'ü də 20'ye vuranda siz uşaqsız, amma 20 üstə gəl, 20 üstə gəl, 20 üstə gəl eləyə bilərsiniz. Bu da cavabı eləyəcək 60. 60'ın da üzərinə 61, 62, 63, 64, 65, 66, 67. Deməli 60'ın üstünə 7 gələndə 67 elinir, olur. Deməli burada da eyni şəkildə hər sırada 10 dənə balıq qulağı var. Bunlar 2'ni vuranda ona 20 eləyir. 20'nin üzərinə 1, 2, 3, 4, 5 gələndə 25 eləyir. Ortancı uşağın, indi birinci uşağınkini sayır. Birinci uşağıda 3 sıra var. 60, 61, 62, 63. Gördüğünüz gibi baxın burada 63 dənə var da. Yəni 60'ın da üzərinə 3 gələndə 63 eləyir. Yada salın. Ədəd oxunda sıfırdan başlayaraq ardıcıl olaraq bərabər aralıqda düzülür. Ədədlər sağa doğru artır, sola doğru isə azalır. Baxın, gördüyünüz kimi sıfırdan başlayır, 100'ə qədər gedir. Amma baxın, gördüyünüz kimi aralarında 10 var. 10, 20, 30, 40, 50, 60, 70, 80, 90, 100, 110, 120 belə devam eləyir. Amma burada 100'ə icazə verilib. Aralarında deməli 10 dənə ədəd var və 20'dən sağa gördüyünüz kimi 30 böyükdür, yəni artır, 10 dəfə artır. 20'dən sola tərəf gördüyünüz kimi 10'dur, yəni 10 dəfə azalıb. 1'dən başlayaraq müəyyən ədəd qədər irəli və ya geri sayma ritmik saymadır. Məsələn, 5'dən başlamaqla irəli 3 ritmik sayma 5, 8, 11, 14. 45'dən başlamaqla 5 ritmik sayma 45, 40, 35, 30. 6'dan başlamaqla irəli 10 saymada 6, 16, 26, 36, 46, 56, 66, 76, 86, 96, 106 el. 74'dən başlamaqla geri 10 ritmik saymada 74, 64, 54, 44, 34, 24, 14 belə şəkildə gedilir. 2 rəqəmli ədədin sağdan birinci rəqəmi təkliklər, ikinci rəqəmi isə onluqların sayını göstərir. Məsələn, 59 rəqəmində 5 onluq, 9 isə təklikdir. 59, baxın yazıb altda da 59 bərabərdir 5 onluq, 9 təklikdir. Onluqlar 5, təkliklər 9 bərabərdir 59. Bunu həm cədvəl şəklində çəkə bilərik, həm sistem şəklində çəkə bilərik. Fərqi yoxdur. Ritmik saymaqla əşyaları tapın. Deməli, gördüyünüz kimi A şəklində hərəsi 2-2 olmaqla baxa görə neçə dənə var, neçə cüt ayaqqabı var? 2, 4 2, 4,
6, 8, 10, 12, 14. 14 tane ayakkabı var, 14 tane cüt var. 14'ü de 2'ye vurduqda eləyir 28. Siz belə adi sadə yaza bilərsiniz ki, məsələn, məsələn 14 üzərinə 2, 2, 2, 14 dənə 2 gəlirik. Yəni, elə bilin ki, 14 üzərinə 14 gəlirik də. Eləyir cavab 28. Ritmik saymaqla əşyaları tapın deyir. Saymaqla demir. Ona görə biz burada 2-dən 14-ə qədər ritmik sayırıq. 2, 4, 6, 8, 10, 12, 14. Burada isə gördüğünüz kimi bir balonda 2, 4, 5 tane şar var. Ve bunlar 2, 4, 6, 8, 10, 12, 13, 13 tanedir. 5'ten başlayarak ritmik saymakla 13'e satacağıq. Yani belə sayacağıq. Deməli uşaqlar, mən hər bir yolu hesabladım. 300 keçməklə də, 400 keçməklə də, 5, 5, 6, 6, 7, 7 hər bir cür getməklə gəlib 13'e sata bilmirik. Siz buna B bəndinə baxarsınız. Yəni cavabını tapdınızsa yorumlar. Deməli, burada da C bəndində 2, 4, 6 dənə, 6 karokka deyək. Karokka yumurta var. Hərisinin içində 2, 4, 6, 8, 10 dənə var. Yəni buna deyirik ki, 2-dən 1-dən başlamaqla 10-a getməklə, ritmik saymaqla, yəni tapı əşyanın sayını. Yəni burada necə sayırıq? 2, 4, 6, 8 və 10. Cavabımız da 10 eləyəcək. Əgər desəniz ki, yəni burada dəqiq şəkildə belə yazırıq. Deməli, 10, 6'ya sayırıq. Yəni 10 dəfə 6 sayırıq. 10, 20, 30, 40, 50, 60. Cavabımız 60 olacaq. 2. Ədədləri tapın. 65'ten sonraki ilk 5 ədəd. Məsələn, burada ədəd oxu var. 65'ten sonraki ilk 5 ədəd. Yəni 65. Burada da ədəd oxu var. Yəni 65 olunur. 53'ten əvvəl ilk 4 ədəd. 50'den 53'ten yəni. Uşaqlar 4 çıxanda neçə qalır? Sayaq 52, 51, 50, 49. Cavab 49 olunur. 48'den sonraki ilk 3 ədəd. Əslində bura şey yazırıq. Cavabını yazmırıq. Məsələn 48, 49, 50, 51 yazırıq. Amma mən yəni tam ədədi yazıram. Yəni mən toplayıb eləmişəm, siz belə yazın. 65'ten sonraki ilk 5 ədəd. Bunu deməli uşaqlar belə yazmalıyıq. 65'ten sonraki ilk 5 ədəd. 65, 66, 67, 68, 69 və 70. 53'ten belə yazmalıyıq. Yəni 53'ten əvvəlki 4 ədəd. 52, 51, 50, 49. 48'den sonraki 3 ədəd. 49, 50, 51. 32'den əvvəlki 6 ədəd. 31, 30, 29, 28, 27, 26 belə yazmalıyıq. Ədəd oxu üzərində nöqtələri oxuyun. Ədədləri müəyyən edək. Birincidə 0'dan sonra 5'ten sonra 6. Deməli birinci xanamız 6'dır. Birinci xanamız 6'dır. İkinci xanamız ondan sonra 3-cü ədəddir. Yəni 13'dür. Sonra ondan sonra 3-cü ədəd 13'dür. Belə elə bilərik. Baxın, orada uzun xəttlər var. Baxın, bir 30'un üzərində, bir də nöqtənin üzərində görürsünüzmü?
Onlar 5 deməkdir. O belə hesablaya bilərik də. Baxın gördüyünüz kimi 5, yəni buradakı 5, baxın bu uzun xətt var. 5-dən əvvəl 2-dir. Yəni 5-dən 2 çıxanda, yəni 15-dən 2 çıxanda 13 qalır. Yazırıq 13. Rahat hesablama. Məsələn, burası 25 deyilmi? Ondan bir dənə sonrası 26. Belə yaza bilərik ki, 25 üstə gəl 26. 25 üstə gəl 1 bərabər 26 çaşırım. Baxın 35 düpədüz görürsünüzmü? 5-in üzərindədir. Burada yəni 5 deyirəm mən. Baxın gördüyünüz kimi 6-dır. 5-dən sonra bir dənə ədəd 6-dır. Yəni burada da 35 tam üzərindədir. Gördüyünüz kimi burada bir şey səhv yazmışım, onu düzəltdim. 45-dən sonra 3 dənə gəlir. Yəni 45-dən sonra 3 ədəd sonra 45-dən 3 ədəd sonraki ədədi bizdən soruşursa, deməli cavab 48-dir. Baxın gördüyünüz kimi 55-dən 2 dənə az 53 eləyir. 60-dan, baxın görürsünüz 63 yazmışam. Niyə? Səbəbi 65-dən 2 dəfə azdır 63. Sonra 80-dən 2 dəfə az 78. Yəni 80 çıxılsın 2 bərabərdir 78. Eyni şəkildə 85 üzərinə 1 gəldikdə 86. 95 çıxılsın 1-dir 94 olur. Verilmiş ədədlərdən ədəd oxu üzərindəki hərflərə uyğun olanları tap. Deməli, baxın, indi görürsünüzmü, belə yerlər yazılıb. Biz bunu necə tapa bilərik? Ən asan yol. Baxın, 40 var, 45 var. 40 ilə 45-in arasında nə ola bilər? Birinci hesablayaq. Baxın, 41, 42. Bura 42 gəlsin, deməli burada 44-dür. Çünki 2-dən sonrası 44-dür. 45-dən sonra 50-nin arasında. Baxın, 57 ola bilərmi? 57-dən çoxdur, yəni sağ tərəfdə yerləşməlidir. Xeyr, ola bilməz. 44-ü yazdıq, ola bilməz. 42-ni yazdıq, ola bilməz. 35 ola bilməz. Qalır nə? 48. Deməli, bura C-yə 48, B-yə 44, A-yə isə 42 yazılır. Burada A-ya 50-dən sonra 3-cü ədəddir. Buraya 53 gəlir. 55-dən sonra 2-ci ədəddir. Bura 57 gəlir. 60-dan sonra 3-cü ədəddir. Bura 63 gəlir. 65-dən sonra 2-ci ədəddir. Bura 67 gəlir. 75-dən sonra 3-cü ədəddir. Bura 78 gəlir. 80-dən sonra bura 2-ci ədəddir. Bura 82 yazılır. 90-dan sonra 2-ci ədəddir. Bura 92 yazılır. 95-dən sonra 3-cü ədəddir. Burada 98 yazılır. Yəni A bərabərdir 58-ə, B bərabərdir 57-yə, C bərabərdir 63-ə, K bərabərdir 67-yə, D bərabərdir 78-ə, E bərabərdir 82-yə, Ə bərabərdir 92-yə, F isə bərabərdir 98-ə. Onluq və təkliklərin sayını müəyyən edin. Kubların sayını dəftərinizə yazın. Deməli, A. Onluqlar. Uşaqlar, daha doğrusu dostlar, fərq yoxdur. Deməli, bir dənə görürsünüz, baxın, uzun belə gedən 10 dənə deməkdir. Yəni 10 dənə var, onu saymağa ehtiyac yoxdur. 10 üzərinə təkliklər yazılıb. Ora baxın diqqətlicə. 1, 2, 3, 4, 5 dənə var. Deməli, burada da onluqlarda bir dənəsi, yəni uzun, bir onluq deməkdir. 4 dənə onluq varsa, deməli 45. A bəndi 45 oldu. C, B bəndi. Burada 2, 4, 5 dənə onluq var. 50, 2, 4, 6, 7. 57. B bərabərdir 57. Belə də yaza bilərsiniz. Onluqlar 5 ya da 5 onluq, 7 təklik. Belə də yaza bilərsiniz. A-da da 4 onluq, 5 təklik. Onluqlar 3 dənə var. 30. Təklik yoxdur. 30. Onluq 30 yazmalısınız təkcə. 30 onluq. Onluq və təkliklərinin ayrılmış ədədləri dəftərdə rəqəmlərə yazın. 82 A bəndi, 70 C bəndi, 44 D bəndi, 89.
Ədədləri onluq və təkliklərə ayırın. 20 onluq 4 təklik, 30 onluq 6 təklik, 7 onluq 2 onluq 7 təklik, 8 onluq 9 təklik, 5 onluq 6 təklik. 71 dəqiq uşaqlar. Mən tez-tez izləyirəm. Yəni inşallah başa düşmüsünüzdür. İstərsinizsə stop basaraq dəftərinizi köçürdə bilərsiniz. 7 onluq 1 təklik, 5 onluq, 6 onluq 2 təklik, 9 onluq 9 təklik, 7 onluq 2 təklik, 4 onluq 2 təklik, 3 onluq 3 təklik. Samir fikrində 2 rəqəmli ədəd tutdu. Bu ədəd 5 təkliki var. Onluqların sayı təkliklərin sayının bir vahid çoxdur. Bu hansı ədəddir? Burada 5 təklikə yazırıq və onluqları tapmaq üçün 5-in üzərinə 1 gəldik. 6 eləyir. Sonra onluğun yerinə 6-nı qoyuruq. Cavab 65 edir. Lalə fikrində 2 rəqəmli ədəd tutdu. Bu ədədin rəqəmlərinin cəmi 4-ə bərabərdir. Bu hansı ədəd ola bilər? 2 rəqəmli ədəd tutub. Deməli, variantları qoyuruq. 1 üzərində 3 gəlir. Yəni 13 ola bilər. Sonra 2 üzərinə 2 gəlmək olar. Sonra 40 onluq, yəni 4-ün üzərinə 0 gələndə olar. Videomuzun sonuna gəldik. Kanalıma abunə olmağı və like atmağı unutmayın. Hələlik digər videolarda görüşərik və hansı videonu istəyirsinizsə yorumlara yazmağı unutmayın.